Möhtəşəm kliplər, möhtəşəm çəkilişlər ərsəyə gələcək. Möhtəşəm bir məkanın açılışındayıq. Bizim VIP qrim otağımız. Eyni zamanda möhtəşəm səs studiyamız, hansı ki ən yeni avadanlıqlarla tərkiz olunub. Bu arada çəkiliş pavilyonlarımız var və birini xüsusi qeyd etmək istəyirəm. Çünki içəri girdim və o pavilyonu görəndə o alem oldum. İçəri avtomobil belə daxil olacaq. Yəni çox çalışırıq və biz də bu yolda əgər hansısa bir vasitə ola biliriksə, nə xoş bizə. Çox xoşdur ki, hər birinizi burada görürəm. Çox xoşdur ki, sizlər buradasınız, bizi tək qoymamışsınız. Var olasınız, hər birinizə ayrı-ayrılıqda təşəkkür edirəm və hər birinizə ayrı-ayrılıqda tək bir milyonluq kütülə kimi alqışlayıram. Çox sağ olun, təşəkkür edirəm. Əvvəlimizdə həmişə göstərmişəm ki, doğrudan da qələmini sevirəm, insanlığını sevirəm, sənətini sevirəm, səhnədəki duruşunu sevirəm. Bu çox önəmlidir bir sənətçi üçün onun səhnədə olduğu duruş çox vacibdir. Və bilirəm ki, siz də onun bu xarakterinə görə daha çox sevirsiniz. Çox təşəkkür edirəm. Vallahi həmişə zirvələrdə olub. Çünki bunu hak edirsən, buna layiqsən, həqiqətən sözün əsl mənasında.